İsmail qızı 400-dən çox mahnının müəllifidir. Bəstəkar Dahi Nəsimi, nakam şair Mikail Müşfiq, xalq şairləri Məmməd Araz, Ramiz Rövşən, Vahid Əziz, Heydər Əliyev Fondunun vitse-prezidenti sevilən şair Leyla Əliyeva, əməkdar incəsənət xadimləri Vaqif Bayatlı-Odər, Çingiz Əlioğlu, əməkdar mədəniyyət işçisi Rəşad Məcid, mərhum atası İsmail Qarayev, sevgi şairi Nüsrət Kəsəmənli, filosof şair Davud Aslan, professor oftalmolog şair Paşa Qəlbinur, tanınmış nasir, dramaturq Təmara Vəliyeva, əməkdar jurnalist Elçin Mirzəbəyli, istedadlı şair Elman Tovuz və başqa şairlərin şeirlərinə musiqi bəstələnmişdir. Özünü məndən nəham etmək dilərsən etməyim. Ey dost, ulduzlar bizimdir. Ey dost. Qaraltından baş kaldırım, çiçek tek sevdim seni. Sen bizimlesən əbədilik, gelmişik Şuşa, gelmişik. Dipsiz səhraların qaranlığına, atıp getmə məni göz baxa baxa. Səni niyə belə sevdim, belə istədim niyə? Xalq artistləri Hacı Baba Bağırov, Məleykə Əsədova, əməkdar artist Sənubər İskəndərli xanım İsmail qızının mahnılarını teatr səhnələrində ifa etmişdilər. Şairin 500-dən çox şeirinə xalq artistləri Polad Bülbüloğlu, Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Səyavuş Kərimi, Aygün Səmədzadə, əməkdar incəsənət xadimləri Nailə Mirməmmədli, Nadir Əzimov, əməkdar artist Vüqar Cəmalzadə, istedadlı bəstəkarlar Novruz Aslan, Elçin Yılmanov, Məryəm Əlibəyli, Aytən İsmixanova, Cabbar Musayev, İsa Məlikov, Nazim Əhməd, Sevinç Tofiq qızı, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədli, Gülnar Əlfi qızı və başqa bəstəkarlar musiqi bəstələmişdilər. Şair, bəstəkar xanım İsmail qızının yaradıcılıq gecələri 1999-cu ildə Respublika Sarayında, 2001-ci ildə Sumqayıtın Kimyaçılar Sarayında, 2024-cü ildə Heydər Əliyev Sarayında keçirilmişdir. Qocalar, əlillər, uşaq evlərində xeyriyyə konsertləri keçirmişdir. Şair və bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olmuşdur. Xanım İsmail qızının mahnılarını xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Ağadadaş Ağayev, Cavan Zeynallı, Nasbəri Dostəliyeva, Nəzakət Teymurova, Səməd Səmədov, Gülyanaq və Gülyaz Məmmədovalar, Aygün Kəzimova, Röya Ayxan, Tünzalə Ağayeva və Teyyub Aslanov, əməkdar artistlər Fərqanə Qasımova, Rəşad İlyasov, Zakir Əliyev, Rühəngiz Allahverdiyeva, Könül Kərimova, Mətanət İskəndərli və Zöhrə Abdullayeva. Tanınmış müğənnilər Elçin Cəlilov, İradə İbrahimova, Elnarə Xəlilova, Samir Piriyev, Mətanət Əsədova, Cahangir Qurbanov, Xan qrupu, Ayan Baba Kişiyeva, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Şəhla Həmidova, İlkin Dövlətov, Leyla Rəhimova, Pərvaz İbrahimli. Ağabala Sadıqzadə, Rəvan Qaçayev, Dilarə Kəzimova, Eldar Qasımov, Samir Əfəndi, Ayşən Mehdiyeva, Hüseyn Xəlilov, Orxan Bağırov, Rasim Səfər, Kamil Qədimzadə, Gülzar Fərəcova, Məzahir Fikrətoğlu, Leyla İdrisova və başqa müğənnilər ifa etmişdilər. Hələ də görünür yerin, ömrümün qəfəsisən. Hələ də görünür yerin, ruhumun nəfəsisən. Bizim dünyamıza, bizim sevdamıza, bizim arzumuza şahid olan dünya. Bizim dünyamıza, bizim sevdamıza, bizim arzumuza şahid olan dünya. Sen de mi gəmin elinden yaşarak ölmek istedin? Sen de mi özleyip birden yanıma gelmek istedin? Apar yanına, göz
gözümü yaşı da kuruyup apar yanına. Ömrün her günü benden doyup. Karabağ seferiyle şanlı bir tarih yazır. Eşk olsun iditlere, yaşasın Azerbaycan. Var olsun mert milletim, yaşasın Azerbaycan.